Bəzən münasibətlər sevgi çatışmamazlığından yox, yanlış davranışlardan bitir. Birinci ən çox edilən səhvlərdən biri susuruq, danışmırıq. Gözləyirik ki, qarşı tərəf özü başa düşsün. Ancaq münasibətlər oxumaq qabiliyyəti deyil, ünsiyyət bacarığıdır. İkinci yanlış davranışlar qarşı tərəfi dəyişməyə çalışmaqdır. Belə ol, elə etmə. Sevgi dəyişdirməkdən yox, sevgi anlamaqdan ibarətdir. Üçüncü yanlış səhv emosional məsuliyyəti qarşı tərəfə yükləməkdir. Sən məni xoşbəxt et, bugün sənə görə əhvalım heç yaxşı deyil. Bu sevgi deyil, bu emosional asılılıqdır. Dördüncü yanlış davranış hörmətsiz yanaşmaq, müqayisə etmək, tənqid etməkdir. Başqaları əri belədir, filankəsin arvadı elədir. Müqayisə yadınızda saxlayın. Sevgini öldürən ən səssiz zəhərdir. Gəlin sizlərə bir sirr verim. Əgər münasibətdə uğurlu olmaq istəyirsinizsə, siz partnyorunuzu yanınızda hiss eləməlisiniz. Nə önünüzdə, nə arxanızda yox, yalnız yanınızda. Bu münasibətlər daha xoşbəxt və balanslı olur.